Deməli, avtomobilimiz Mercedes W212 Cruzadır. 651 mühərriklə təchiz olunub bu avtomobil. Yağ sızıntıları var idi və yağ sızıntılarını aradan qaldırmaq üçün yaxınlaşmışdı servisimizə. Söktükcə gördük ki, giriş sistemi də bərbad vəziyyətdədir. Hava sistemi, kollektor sistemi yuyulmalıdır, bərbad vəziyyətdədir. Burada sökülür. Burada görürsünüz, trubkana gündədir. Burada zasonkası bərbad vəziyyətdədir. Bunların hər biri yuyulacaq, təmizlənəcək və yağ sızıntı olan hissələrdən saniklər dəyişilib, yenisi ilə əvəz olunacaq. Burada görürsünüz, bərbad gündə. Bu isə yağ sızıntıları olan hissədir. Saniklər yeni saniklərlə əvəz olunacaq və yığılıb təmiz səliqəli şəkildə müştəriyə təhvil veriləcək. Xeyirli uğurlu olsun müştərimizə.